məntəqəsidir, amma bildiyimiz məntəqələrdən deyil. Ali təhsil müəssisəsində yerləşən tibb otaqlarından biridir. Universitetdə olan tibb məntəqəsindən xəbəriniz var? Bəli, var. Ehtiyac olduqca istifadə edirəm. Bəli, var. Müraciət etməmişəm. Birinci kursun əvvəllərində bir neçə problemlər, təzyiq düşmələri ilə bağlı ora yaxınlaşdım. Universitet həyatı sürətli və gərgin keçir. Dərslər, imtahanlar, layihələr tələbələrin psixoloji sağlamlığı ilə yanaşı bəzən fiziki də təsir göstərir. Yəni gün ərzində özümüzü narahat hiss edə və ya müxtəlif xəstəliklərdən əziyyət çəkə bilərik. Belə hallarda ali təhsil müəssisələrinin tibb otaqları tələbələrin ilk müraciət ünvanına çevrilir. Tələbələrin əksəriyyəti kəskin respirator xəstəliyi ilə, mövsümi allergiyalarla, ondan panik ataklarla, nevroloji olaraq, epileptik tutmalarla müraciət edirlər. Oğlanların gəlişi daha çoxdur. Son zamanlar infeksion xəstəliklərdən qızılca, ondan sonra su çiçəyi yayılıb və bu hallarda yetərincə bizim poliklinikaya gəlişlər artıb. Laboratoriyadan tələbələr bəhrələnirlər. Ondan sonra uzimiz var. Tibb məntəqələri bütün ali təhsil müəssisələrində var. Burada mənim təhsil aldığım Bakı Dövlət Universitetidir. Burada xüsusi dərmanlar və cihazlarla təmin olunub. Poliklinikamızın nəzdində deməli oftalmoloji aparatlar, ultrasəs müayinəsi, fizioterapevtik aparatlar, lor həkiminə məxsus olan aparatlar, laboratoriya aparatları və EKG kardioloji aparatlarla təchiz olunmuşdu. Müraciət edən həm əməkdaş qadınların və həm də ki qız tələbələrin müraciəti sözsüz ki üstünlük təşkil edir. Tibb müəssisələri şok əleyhinə preparatlar, ağrı kəsicilər, həzm sistemi ilə bağlı və sair dərmanlarla təmin olunur. İcbari tibbi sığortanın tələblərinə əsasən Azərbaycan vətəndaşı istənilən tibb müəssisəsinə sığortalı şəkildə sağlamlıqla bağlı müraciət edə bilərlər. Bütün tibb müəssisələrində olan dərmanlar şok əleyhinə preparatlardır, sakitləşdiricilər, ağrı kəsicilər və onların travma ehtimalını nəzərə alaraq cərrahi yönümlü bir sıra dərmanlar, farmakoloji dərmanlar təminat olunmalıdır. Hər hansı xırda narahatlığınız olsa belə, dərs müddətində müraciət edə biləcəyiniz məntəqələr var. Hansı ki sizə ilk tibbi yardımı göstərmək üçün təşkil olunub. Yolunuzun bu tibb otaqlarına düşməməsi diləyi ilə. Səma Pənahova, Vahid Zalov, Telesəhər.